Prezident İlham Əliyev iyunun 16-sında müqəddəs taxt-tacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti George Jacob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə müqəddəs taxt-tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafına roluna toxunuldu. Bu baxımdan George Jacob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən müqəddəs taxt-tacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti Roma Papası 14-cü Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamların Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladı. Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu. Ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı. Müqəddəs taxt-tacın Azərbaycandakı katolik kilsəsinin fəaliyyəti qeyd edildi. Ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirildi. Heydər Əliyev Fondu ilə müqəddəs taxt-tac arasındakı əməkdaşlığa toxunuldu. Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından rolu qeyd edildi. Görüşdə Azərbaycanla müqəddəs taxt-tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Roma Papası 14-cü Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu George Jacob Kuvakada təqdim etdi.